Günay xanım yoxsa Günay müəllimə? Məncə hər ikisi. Siz bəs özünüzü hansına daha yaxın hiss edirsiniz? Bu zamana və məkana görə dəyişir. Məktəbdə və günün birinci yarısında Günay müəllimə, günün ikinci yarısında isə daha çox Günay xanım. Məktəb, biznes və ailə. Bu Bermud üçbucağını necə tarazlayırsınız? Bu həqiqətən də çətin bir Bermud üçbucağıdır. Hər birinə ayrılıqda özümü çox aid hiss edirəm. O aidlik hissi mənə güc verir. Hər iki işimi sevdiyim üçün bunu müəyyən qədər balansda saxlaya bilirəm. Məsələn, dekor işlərini elə həll eləyirəm ki, onun bir hissəsi artıq mənim ailədə olduğum vaxtda olur. Yəni Elif Dekorun rəhbəri olduğum üçün feili tərəflərini daha çox bizim əməkdaşlarla bölüşürəm. Yükümün bir hissəsini onlar alırlar. Ona görə də mən ailəmə də zaman ayırmağı ihmal eləmirəm. Bəs dekor işinə olan həvəsiniz necə yarandı? Mən düşünürəm ki, yaranmaq məsələsi belə sonradan olunan bir şey deyil. Çünki mən özümü bildim biləli uşaqlıqdan hər kəs oynamaq dərdində olanda mən o oynamağın içində də, yəni oyunun içində də nəyisə bəzətmək olurdu mənim dərdim. Biraz böyüyəndə məsələn sinifdə tədbir olurdu. Hər kəs tədbirdə əylənməyin hayında olanda mən həmin yeri bəzətməyi məsələn hədəf qoyurdum qarşıma. Qohumlarda özəl və gözəl günlərdə yenə elə. Bir müddətdən sonra artıq bunu biznesə çevirmək qərarına gəldim. Bu da Elif Dekor oldu. Bəs Elif Dekoru nə zaman biznesə çevirmək qərarına gəldiniz? Həmişə özümü ikinci plana atıram. Hər kəsin istədiyi olsun, hər kəsin arzusunu yerinə yetirim. Bu illərlə belə davam etdi. Hansı ki deyirəm, tədbirlərdə hər kəs əylənsə belə və yaxud da ki, kimsə gəlib 100 gün qabağında hazırlaşanda mən həmin məsələn kiminsə pilləkənini bəzəyirdim, kiminsə evini bəzəyirdim.